Salam, hər vaxtınız xeyir olsun. Bugün Murad Rəşidovun ədəbiyyat test vəsaitindən Mircəlal Paşayevin seçilmiş əsərlərinə aid olan testlərin izahlarına baxacağıq. Birinci sual. Mircəlalın açıq kitab əsərində Gəldiyev barışa bilmir. Vahidin cəmiyyətə xeyir verməməsi ilə belə bir məqam yox idi. Rübabənin Vahidin briqadasını seçməsi ilə bəli, bununla barışa bilmirdi Gəldiyev. Sonra Vahidin oğruları ilə bu da doğrudur, paxıllıq edirdi. Ağca xanımın layihə ilə bağlı verdiyi sevincli xəbərlə bu məqamda, yəni onu qəzəbləndirir, düzdür, təlaşa düşür. Amma barışa bilməməsi ilə bağlı məqam deyildi. 2 və 3-ü cavab kimi götürürük. Cavab olacaq C variantı. Cəlalın açıq kitab əsərində Gəldiyevə aid deyil. İnsanlara mübarizədə şəxsi intiqam qisas hissindən uzaq deyil. Bəli, şəxsi intiqam qisas hissindən uzaq deyildi, çünki bu ona aiddir. Şəxsi intiqam prizmasından yanaşırdı. Başqalarını əzmək, ayaqlamaqla gözəl güzaran yaratmaq arzusundadır. Bu da özünə aid olan bir məqamdır. Yəni, gözəl güzaranı başqaları üçün deyil, özü üçün yaratmaq düşüncəsində idi. Yəni, ona aiddir. İnsanlarla mübarizədə cəmiyyətə fayda verən əməlləri ilə seçilir, yanlışdır. Heç də onun etdikləri cəmiyyətə faydalı deyildi. Şəxsi mənafeyini cəmiyyətin mənafeyindən üstün tutmur. Bu da yanlışdır, çünki tuturdu. İnkişafı, tərəqqini öz şəxsi mənafeyinə qurban verir. Bu da doğrudur. Yəni, Gəldiyevə aid olan fikirdir. Bizə lazımdır aid deyil. Onlar da 3 və 4-cü cümlələrdə özünü göstərir. Cavab olacaq B variantı. Açıq kitab əsərində qarşı-qarşıya qoyulur. Mənəviyyatla səriştə bunu götürə bilmirik. Çünki mənəviyyatla səriştə özləri ümumiyyətlə qarşı-qarşıya qoyulan məfhumlar deyil. Mənəviyyatla mənəviyyatsızlıq ola bilər. Məsələn, Vahidin, Gəldiyevin təmsilində biz bunu görə bilərdik. Yəni, mənəviyyatla səriştə anlayışları ümumiyyətlə qarşı-qarşıya qoyulan məqamlar, məhfumlar deyil. Buna görə bu yanlışdır. Bir məsələn cavablardan çıxa bilərik. Sonra rüşvətxorluqla acizlik. Bunlar da düşünsəniz, rüşvətxorluqla biz deyə bilərik ki, əl açıqlıq, ləyaqətli hərəkətləri etmək, ləyaqətlilik, bunlar qarşı-qarşıya qoyula bilər. Yəni, rüşvətxorluqla acizlik ifadələri də qarşı-qarşıya qoyulacaq təzadlı anlayışlar deyil. Acizliklə cəsarət qoyula bilər, məsələn. Düzlüklə əyrilik, bəli, bunu biz dəqiq götürə bilərik, çünki həm özləri bir-birinə təzadlı olan fikirlərdir, həm də biz bunu konkret əsərdə görürük. Mərdliklə ikiyüzlülük, bu da doğrudur, elə Gəldiyevin simasında görünür. Mərhəmətlə biganəliyi də göstərmək olar. Mərhəməti görürük biz, məsələn, Səttārzadənin simasında, mərhəmətli davranış, oğlanın yoldaşlarının simasında Vahidin, biganəliyi elə direktorun özündə. Deməli, 5-i də götürdük. 3, 4, 5 doğru cavabdır. Açıq kitab əsərinin əsas ideyası hesab edilə bilər. Əsas ideya bütün əsəri ağuşuna alan cümlə olmalıdır. Ola bilər əsərdə toxunulur hansısa bir nöqtələrə, əsərdə keçən bir cümlə ola bilər. Amma o bütün əsərin mahiyyətini ifadə edə bilməz. Bizə lazımdır həmin o mahiyyəti ifadə edən cümlə. Baxaq, cəmiyyətdə saflığın, düzlüyün, həqiqətin bərqərar olmasının zəruriliyi. Sonra oxuyuruq. Saf mənəviyyatlı, sağlam düşüncəli insanların qələbəsinə inam. Hadisələrin cərəyan etdiyi dövrdə cəmiyyətdə özünü qabarıq göstərən ziddiyyətlər. Bu da yanlışdır. Yenilikçilərlə köhnə fikirlilərin mübarizəsi, qrup yaratmaq arzusunda olan gənclərin mübarizəsi. Bu mübarizə əslində birbaşa elə əsərin mövzusu göstərilə bilər. Yəni, mübarizə predmetini biz elə birbaşa görürük də əsərə baxanda. Mövzu nə idi? Əsəri oxuyuruq, əsərə baxırıq. Konkret nə görürüksə mövzu odur. İdeya nədir? Mən onu mətnaltı formada özüm düşünüb tapmalıyam. İndi baxaq. Hadisələrin cərəyan etdiyi dövrdə cəmiyyətdə özünü qabarıq göstərən ziddiyyətlər. Bu ziddiyyət maksimum orada problem rolunda çıxış edə bilər, ziddiyyətlər. Onu da çıxdıq, yəni bizə çatdırılan ideya deyil. Saf mənəviyyatlı, sağlam düşüncəli insanların qələbəsinə inam. Bəli, əsərin sonunda biz hansı mahiyyəti üzə çıxarırıq bir oxucu kimi? Yəni, vahid kimilər, xeyirxah, mənəviyyatı güclü olan insanlar, düşüncəsi düzgün olan insanlar daim qələbə çalacaqlar. Onların qələbəsinə inam bizə ötürülmüş olacaq. Cavab olacaq B variantı. Quyruğu basılmış ilan kimi fısıldaya-fısıldaya o yan bu yana keçib söyür, köksünü ötürür, dodağını gəmirirdi. İlan kimi ifadəsində, baxın özü də bədii təsvir ifadə vasitələrini eyni vaxtda istəyir bizdən. Bu kimi ifadəsini, məsələn, biz təşbih kimi götürsək, cavab olacaq elə C variantı. Klass seri tamamlayın. Açıq kitab. Gəldiyev, gənc qızları tora salmaq üçün hər cür mənəviyyatsızlığa əl atır. Bu doğru fikirdir. Diqqətli olun belə testlərdə. Çünki klass yerimizdə yazılan cümlə yanlış ola bilər və biz onda yanlışları seçəcəyik variantdan. Klass yerdə doğru fikir yazılırsa, doğruları seçirik. Uyğunsuzluq yazıla bilər burada. Uyğunsuzluğu tapmalıyıqsa, burada doğrudursa aşağıdan yanlışları seçirik. Yenə də uyğunsuzluq təzadlı fikirləri tapmağı istəyir bizdən. İndi baxaq.
Burada fikir doğrudur və doğruları seçməliyik. Vahidə yaratmaq üçün planlar qurur, doğrudur. Fəal, yaradıcı gənclərə dəstək durur. Bu yanlışdır. Heç də dəstək olmurdu. Başqasının əməyi ilə şöhrət qazanmaq istəyir, doğrudur. Köçürür layihəni, öz adından təqdim edir. Əsl mənəvi simasını ətrafdakılara açıq-aydın göstərmirdi. Bu da yanlışdır. Öz qazdığı quyuya özü düşür. Bəli, ən sonda ifşa olunur onun etdiyi əməl və özü öz quyusuna düşmüş olur. 1, 3, 5 cavab olacaq Y variantı. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Mövzu, konflikt, qoyulmuş problem. Variantlarda aşağıda göstərilmişdir. Mövzu. Keçən əsrin 30-cu illərində cəmiyyətdə gedən mürəkkəb proseslər bu elə təhlilində yazılan hissədir. Dərslikdə təhlil hissəsində verilən hissə. Deməli, biri doğru cavab kimi götürdük. Variantla işləsək B variantını çıxdıq cavabdan. Cəmiyyətdə saflığın, düzlüyün, həqiqətin bərqərar olmasının zəruriliyi bu deməli əsərin mövzusu deyildir. Bu zərurilik əsərdə ideyanı da demirik biz. Problemdən doğan bir cümlədir. Yəni bunun zəruriliyini bizə göstərirdi o problemlər. Deməli, ikini də çıxdıq buradan. Konflikt. Cəmiyyətin tərəqqisinə can atana gənclərlə siyasi şüarlar əzbərləyib ictimaiyyətçi cildinə girən cəmiyyətin tərəqqisinə mane olan insanların qarşı durması. Konflikt və problem anlayışlarını belə yadda saxlayın ki, konflikt odur ki, mütləq iki tərəf olmalıdır. Bir və ona qarşılıq yenə dayanan kimsə. Yəni iki beyin, iki düşüncə, iki tərəf, tayfa, hər nədirsə iki tərəf burada olmalıdır. İki insan. Fikir verin, deyir qarşı durması. Deməli biz bunu konflikt kimi götürürük. Problemdə isə vacib deyil iki tərəf olsun. Yəni ümumi bir problemin özü, yəni əsərin probleminə, qoyulan probleminə aid edilə bilər. 4-ü, 3-ü deməli götürdük. 3 cavabda olmalıdır. Sonra başqalarını əzmək, ayaqlamaqla mənsəbə çatmaq, güzaran yaratmaq arzusuna düşənlərin sayının çoxalması bu da problem ola bilər. Yəni 4-ü də belə çıxdıq. 2-ni 4-ü çıxırıq variantdan. Ölkədə gedən prosesləri, müasir dünya görüşlü yeniliklərə can atan gənclərlə yanaşı siyasi şüarlar əzbərləyib ictimaiyyətçi cildinə girən, şər və böhtanla məşğul olan, evlər yıxan insanların getdikcə artan bəd əməllərinin artması, bəli, bunu biz göstərə bilərik, Gəldiyi evin simasında gördük əsərdə, problemi də əsərin. Cəmiyyətdə özünü kəskin şəkildə büruzə verməyə başlayan ələyirlik, dələduzluq, riyakarlıq, saxtakarlıq, mənəviyyatsızlıq hallarının çoxalması bu da əsərin problemi idi. Cavab olacaq A variantı. Eyler-Venn diaqramına əsasən uyğun cavabı tapırıq. Açıq kitab Bahar. Şəxsi mənafeyini hər şeydən üstün tutan xudbin qüvvələrlə mübarizə. Diqqət yetirsəniz, bu bir, bəli, Açıq kitab əsərində özünü göstərirdi. Bu doğrudur. Baharda isə mübarizə ifadəsi yoxdur. Şəxsi mənafeyini üstün tutanlar var idi, amma onlarla bir mübarizə aparan tərəfi tam olaraq bizim oxuduğumuz hissədə görmürük. Deməli, bir, yeri doğru. Təhkiyə nəql etmə yazıldığı janr üçün əsaslı 2 olmalıydı ortada. 2 yanlışdır. 2 variantdan çıxdıq. İnsan həyatına biganəlik yer alır. Bəli, bu hər ikisində olan məqamdır. İnsan həyatına biganə olan obrazlar var. Məşədi Abbasın simasında görürük. Gəldiyi evin öz simasında. Məsələn, Muxtar iclasda bildirir ki, biz bir gəncin taleyindən danışırıq burada. Onun taleyini bu cür rahatlıqla həll edə bilmərik. 3-ü də doğru götürdük. 3 də doğrudur. 1-3. Ədalətsiz cəmiyyətdə insan həyatının dəyəri yoxdur. 4-ü biz Bahara aid edə bilərik ən çox. Ona görə də 4 ortada yazılmamalıydı. 4 də yanlışdır. 4-ə çıxdıq variantdan. Sonra bir uşağın faciəsində bütöv insanlığın problemi ümumiləşdirilmişdir. Bəli, təkcə Bahara aid olan fikirdir. 5-in yeri doğrudur. Mənsəb, gözəl güzaran qazanmaq istəyənlərin insan acılarından xəbərsiz olması, bu fikir isə ortaq olmalıydı. Çünki hər ikisində bu məqamlar özünü göstərir. Gəldiyi evdə öz deməli mənfəəti naminə hər şeyi, hər kəsi ayaqlamağa hazır olan biri idi. Yəni onu insanların acıları, problemi, dərdi heç nəyə maraqlandırmırdı. 6 da yanlışdır. 1, 3, 5 doğru cavabdır. Bahar əsərində tənqid olunur. Biganəlik, bəli, Bahara ilə biganə yanaşmağın nəticəsi olur ki, Bahar nəticədə ölür. Sonra qəddarlıq da bəli tənqid olunan məqamdır. İnsanlıq tənqid olunmurdu, əksinə müsbət bir anlayışdır. Bu niyə tənqid olunsun ki məntiqlə? Sonra təbliğ olunur, yoxsulluq təbliğ olunmurdu. Ədalətsizlik təbliğ olunur. Ədalətsizlik təbliğ olunan bir ifadə deyil. Yəni təbliğ olunma ən çox nədə özünü göstərir? Müsbət nə isə biz təbliğ edərik, mənfi nə isə tənqid edərik. Ona görə bu da yanlışdır. Haqsızlıq da təbliğ edilə bilməz, amma bəli, mərhəməti
təbliğ edə bilərik. Çünki Məşəd Abbasa və digər onun kimi insanlarda müəyyən qədər mərhəmət oyatmaq düşüncəsi yaranır oxucunun beynində. Bahar əsərində yazıçı barışa bilmir. Baxın, Bahar əsərində yazıçının barışa bilmədiyi məqamlara diqqət yetiririk. Deməli, haqsızlıqla bəli, Bahara qarşı və Baharın simasında o cür əziyyətlə böyüyən uşaqlara qarşı olunan haqsızlıqla barışa bilmir. İnsanlarda mərhəmət hissinin yox olması ilə bəli, barışa bilmir. Tərəqqiyə mane olan insanlarla, burada Baharın hardasa bir oxuduğunu, oxumağına mane olan insanları belə görmürük. Deməli, tərəqqi məsələsi deyildi. İnsan acılarına laqeyd münasibətlə bəli, Baharın vəziyyətinə Məşəd Abbasın laqeyd yanaşmağı, kənd insanlarının acınacaqlı halı ilə bunu da bəli, hardasa götürə bilərik. Çünki kənd insanları ilə Baharın özü də kənddən gələn biri idi və acınacaqlı halı var idi onun. İnsanların şöhrət və mənsəbpərəst olmaqları ilə bununla barışmadığını biz görə bilmirik. Yəni əsas burada yazıçının çatdırmaq istədiyi fikir Bahara qarşı olan biganəlikdir, insanlığın ölməsidir, mərhəmətsiz insanların cəmiyyətdə olması və cəmiyyəti uçuruma aparmasıdır. Yəni bunlarla barışa bilmirdi. Cavab olacaq C variantı. Sonra sual işarəsinin yerinə aşağıdakı xüsusiyyətlərin hamısına aid olan əsər haqqında doğru fikri müəyyən edin. İnsanlara biganə münasibət yer alıb, nəsrlə yazılıb. Bunlar hər halda ki, Bahar əsərinə aid olacaq. Ədalətsiz cəmiyyətdə insan acılarının təsviri yer verilmişdir. Əsas obrazın pənah apardığı məkan təsvir edilib. Əsas qəhrəmanın faciəsinin əsl səbəblərindən birinin yoxsul və hüquqsuz olmasıdır. Bəli, Bahara aid olan fikirdə indi gəlin baxaq, hansı fikir Bahar əsəri ilə bağlı doğrudur. Haqsızlığın nəticələrini daha çox böyüklər öz həyatında yaşayır. Elə Bahar uşaq idi və Bahar daha çox yaşayır. Vəzifəyə yüksəlmək üçün rüşvət verməkdən çəkinməyən obraz yer alıb, Gəldiyev aid olan fikirdir, aid deyil bu əsərə. Ədalətsiz cəmiyyətin əzdiyi insanın çağırışlarına məhəl qoyulmur. Bəli, ədalətsiz cəmiyyətin əzdiyi bir insan Bahardır və onun çağırışlarına, yalvarışına nə Xəzain, nə Hamamçı, nə Məşəd Abbas heç biri məhəl qoymur. Cavab olacaq C variantı. Açıq kitab əsərində nöqtələrin yerinə yazıla bilməz. Gəldiyev. Uğura qovuşmaq üçün uğurluq etməkdən belə çəkinmir, uğurluq edir. Yəni bu fikir ona aid fikirdir. Sinəsinə çəkilən dağın qisasını gənc tələbədən almaq istəyir. Bəli, bu hansı dağ idi? Rübabənin ondan imtina etməsi dağı. Simasız el malını dağıdan mənsəbpərəst biridir. Bəli, bu da ona aid fikirdir. Aldığı sevinç xəbər boğazında kör düyünə çevrilir. Bilirsiniz hardadır bu məqamda. Ağzı ona o yemək yediyi vaxtda deyir ki, sənin layihən deyəsən qalib olur. Apardılar. Elə deyir, tikəsi qalır, gəldi evin boğazında, köhnə pencəklərdən birini də geyinib çıxır evdən. Tələbələrin qiymətini yüksəltmək üçün onlardan rüşvət alır. Belə bir məqam görmürük biz əsərdə. Açıq kitab əsərində nöqtələrin yerinə yazıla bilməz, Vahid. Əsərdə müasir gəncliyi təmsil edir, doğrudur. Saf mənəviyyatlı, istedadlı gənc qrup yaratmaq arzusu ilə yaşayan, ali təhsil alan gəncliyin nümayəndəsidir. Bəli, həm də nümunəsidir, bu da doğru. Özünü yeni, xoşbəxt həyatın qurucusu kimi görən bu gənc şər qüvvələrin hədəfinə çevrilir, bəli, Gəldiyevlərin hədəfinə. Uğur qazanmaq, dürüst şəkildə mübarizə aparır. Bu da doğru fikirdir. Qarşısına çıxan maneələri inatkarlığı və cəsarəti ilə kimsədən kömək almadan qalib gəlir. Bu yanlış fikir olacaq. Çünki başqa bir əsərdə dərsdə qeyd eləmişdim ki, deməli, Y variantı yanlış olacaq. Ona görə ki, Vahid açıq mübarizə aparmırdı. Amma onun mübarizəsi şəxsi mübarizə deyildi. Açıq mübarizə aparan məsələn onun atası idi. Bu məqamı biz bir də harda görürük? Şərəfnisə Şəhrabanu xəttində. Şərəfnisə daha qorxuluydu, yəni qorxurdu mübarizədən. Amma Şəhrabanu daha cəsarətli şəkildə mübarizəsini apara bilirdi. Yəni buna qadir idi. Valideynin övladdan fərqli olaraq mübarizə aparmağını bu iki əsərdə görə bilərik. Fikirlərdən biri iki obraz üçün ortaq cəhət sayıla bilər. Rübabədən xoşu gəlir. Bunu elə hər ikisinə aid eləyə bilirik də. Vahidə də, Gəldiyevə də. Cavab olacaq A variantı. Vahiddən xoşu gəlir. İki obraza yox, biz orada çox obraza aid eləyə bilərik. Öz əqidəsini cəhiz olaraq verən Səttərzadədir təkcə. Özünün qisas hissi ilə qazdığı quyu özü düşür. Təkcə Gəldiyev. Əsl işinin təbriklərdən sonra başladığını düşünür. Bu da Vahidə aid olan fikirdir. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Deməli, əqidəni maddiyyatdan üstün sayır, bəli, bu doğrudur, Səttərzadəyə aiddir. Ürək layihəsinə görə təəccübünü gizlətmir Vəzir bəli, bu fikir də doğrudur. Bizə lazımdır uyğunsuzluq. Vahidin işinin ortada olmadığına görə narahat olur. Bu, Vəzir bəyliyə aid olan fikirdir, cavab C variantı. Əsl məhəbbəti həyatın özündə görür Səttərzadə. İşə tanış adamın burada olmadığını Sadıq kişiyə bildirir. Bu da Verdiyevə aid olan fikirdir. Cavab C variantıdır. İmansız adamlara cəmiyyətə xeyir verməklə zərbə vurur. Apardığı prinsipial mübarizə şəxsi deyil, ictimai mahiyyət daşıyır. Vahidi göstərə bilərik. İndi baxaq, Vahidə aid deyir fikir yazılmalıdır sual işarəsinin yerinə.
Lazım gəldikdə göz yaşı tökərək göz yaşı tökmürdü. Çətinliyə düşəndə köməyinə arxalandığı cib dostları var. Cib dostu ifadəsi yanlışdır. İctimaiyyətçi cildinə girib evlər yıxmaqla məşğul olur. Vahidə aid deyil. Əks qütbdə dayanan obraza aid xasiyyətnamə hazırlayır. Gəldiyi aiddir. Mənəvi dünyasının, fikir və hisslərinin təsvirinə əsərdə geniş yer verilir. Oxucunun gözləri önündə ləyaqətli, sadə, təvazökar bir gəncin obrazı canlanır. Bəli, Vahidə aid olan fikirdir. Açıq kitab romanı ilə bağlı doğru fikri müəyyən edin. Şəxsi mənafeyini hər şeydən üstün tutan xudbin qüvvələrlə, Gəldiyevçiliklə mübarizədə bu gənclərlə yanaşı duran qocaman obrazlara da yer verilib. Bu doğru fikirdir. Deməli, Vəzirbəyli kimləri nəzərdə tutur? Köhnə dostunun köməyinə arxalanan obrazın bu arzusu da başa çıxdığına yer verilib. Deməli, bu fikri doğru götürürük, amma bizim oxuduğumuz hissədə yoxdur. Yəni, müəllif bu testləri yazarkən bir qədər əsərin orijinalına da toxunmuşdur. Həmin hissədə ola bilsin ki, o yer göstərilmişdir. Çünki Gəldiyevin özündən böyük o vəzifədə olan dostlarının köməyindən istifadə etməsi, o köməklərə arxalanmağı, yəni bu fikirlər əsərin orijinalında öz əksini tapan məqamlardır düşünürəm. Ona görə bu fikri doğru götürürük. Amma bizim oxuduğumuz hissədə bu verilmir. Düşünürəm ki, imtahanda da oxumadığımıza görə, bizə düşən hissədə, verilən hissədə olmadığına görə belə məqamlara yer verilməyəcək. Obrazlardan birinin mənəviyyətsizliyi öz nitqində üzə çıxır, Gəldiyevə aid olan fikirdir. Əsər real hadisələrdən uzaq hadisələr əks etdirir. Bu yanlışdır, çünki Mircəlal nəyi görürsə onu da yazmışdır. Əsərin sonunda mənəvi cəhətdən yoxsul obrazın arzusu satirik gülüş doğurur. Bu da Gəldiyevə aid olan fikirdir. 1, 2, 3 və 5 doğru cavabımızdır. Bahar bədii əsərində baharla bağlı klassiri tamamlaya bilən fikirləri müəyyən edin. Hamama pənah gətirir bahar, fikir doğrudur. Son ümidini xəzinənin qapısında görür, doğrudur. Yəni yenidən xəzinənin qapısına oğlan gəlmiş olur. Bahar itirdiyi manatı qardaşı gələndə qaytaracağını desə də axtardığı mərhəməti tapa bilmədi. Bu da doğrudur, çünki onu bu sözdən sonra da qovurlar küçəyə. Məşəd Abbas qovur. Baharın faciəsinə səbəb dirbaş olmadığı olur. Xeyr, Baharın faciəsinə səbəb mərhəmətsiz insanların bu toplumun arasında olmağı idi. Bahar son anda qardaşının xəyalına gətirir, anasını gətirmişdi. Basa baxanda xanımın mərhəmətli idi. Xeyr, deyir, xanım Baharın əşyalarını, yorğan döşəyini elə atdı ki qapıdan, sanki deyir bir oğru, quldurdan qorunurmuş. Bu fikirdə yanlışdır. Deməli, 1 və 2 doğru cavabımız olacaq. Açıq kitab əsərində Vahid və Rübabə üçün ortaq cəhət kimi götürülə bilər. Tam cavaba diqqət yetiririk. Tam cavab deyəndə, baxın, burada 1-4 də var. 1-4-5 də var, 1-3-4-5 də var. Yəni 1-4 doğru olanda digər tərəflərinə də baxmalıyıq. Yenilik tərəqqi uğruna mübarizə aparır. Bəli, hər ikisinə aid fikirdir. Biri deməli doğru götürdük. Gəldiyevlə mübarizəni şəxsi zəmində inkişaf etdirir. Şəxsi zəmində inkişaf etdirmirdi heç biri. Vahidin mübarizəsi şəxsi mübarizə deyildi. İkinci variantdan çıxdıq. İclasda iştirak edərək açıq və hər tərəfli danışaraq verdiyi və əməllərini ifşa edir. Bu daha çox Muxtara aiddir. Yəni Vahidə, Muxtara. Deməli 3 yanlışdır. 3-ü də belə çıxdıq. Dərin məhəbbətlə sevir. Bəli, hər ikisinə aid olan fikirdir. Məsələsi komsomol iclasında müzakirəyə qoyulur. Bu da Vahidə aid olan fikirdir. 1 və 4-ü cavab kimi götürürük. Cavab olacaq D variantı. Açıq kitab romanı ilə bağlı uyğunluğu müəyyən edin. Gəldiyev Vahidi Rübabə ilə öz arasında maneə görür. Bu fikir doğrudur. Komsomol iclasında Vahidi kimsə müdafiə etmədiyi üçün institutdan xaric edilir. Müdafiə edənlər var idi, həmin iclasda xaric edilmir. Bu yanlışdır. Yuxarı vəzifələrdə çalışan dostlarının sözü ilə qanundan kənar işlər görən obraza yer verilir. Bu fikir doğru fikirdir. Yəni Gəldiyevə aid olan fikirdir. Fikir doğru. Gəldiyev nə qədər ehtiyatla hərəkət etsə də Vahidin uğuruna mane ola bilmir. Bu da doğrudur. Cavab olacaq burada təkcə, yəni doğrudan doğru 1. Yəni cavab C variantı. Bahar əsərində qarşılaşdırılmır. Mərhəmətlə ləyaqət. Bunlar ikisi də müsbət mənalı ifadələrdir. Qarşılaşdırılması üçün bayaq dediyim kimi biri müsbət, digəri mənfi tərəf olmalıdır. Laqeydliklə insanlıq məsələn, bu ola bilər. 4-ü məsələn götürdük, qarşılaşdırılır. 4 qarşılaşdırılır, 1 isə qarşılaşdırıla bilməz. Deməli, biri mütləq cavabda göstərməliyik. Sonra zalımlıqla məsumluq, bu da qarşılaşdırılır. Düzlüklə hiyləgərlik. Düzlüklə hiyləgərlik daha çox Gəldiyevlə, yəni Gəldiyevin olduğu açıq kitab əsərində özünü göstərir. 1 və 5 qarşılaşdırılmır. Açıq kitab əsərinə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Baxırıq. Gəldiyev Vahidi maneə kimi görür. Vahidi ləkələmək üçün saxta sənədlər hazırlayır. Bəli, nəticədə bu baş verir. 1A olmalıdır. Sonra digərlərinə baxaq. Gəldiyev Verdiyevi öz tərəfinə çəkir. Vahidi Rübabə ilə bir yerdə görəndə qanı qaralır. Yox, belə bir məqamlar yoxdur. 1-ə AC gedə bilməz. Səhvdir. İkinci, baxırıq. Rübabə eşitdiklərinə inanmır və qapını çırpıb gedir.
Diqqət yetirək. Gəldiyev bunun səbəbini Vahiddə görür. Bu ifadə yanlışdır. Sonra Gəldiyev Rübabəyə ürəyini açır. Bunu biz doğru göstərə bilərik. Yəni Rübabə eşitdiklərinə inanmır, qapını çırpıb gedir, ürəyini açır. Gəldiyev komsomol iclasında Vahid haqqında saxta dəlillərdən danışır. Bu sonradan baş verən məqamdır. Yəni birinci bu səbəb baş verir ki, nəticədə Rübabə qapını çırpıb getmiş olur. Deməli 1A, 2B olmalıdır. Açıq kitab əsərinə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Vahid xarakteri ləyaqətlidir, təvəzzökardır, bəli 1-2 cavablarda olmalıdır. Vəzifəpərəst deyildi. 3-ü çıxdıq cavabdan. Variantlarda da yoxdur. Əməli, hər kəs onu təbrik edir. Yəni bu Vahidə aid olan fikirdir. Hər kəs onu təbrik edir. Amma bu insanların deməli hərəkəti, əməli idi. Bu Vahidin əməli deyildi. Ona görə 4-ü cavab kimi göstərmirik. 4 olan variantları çıxdıq. Açıq kitab layihəsi ilə müsabiqəyə qatılır. Doğrudur. Müsabiqəyə ilə bu deməli adla qatılmış layihə ilə. Sədaqət, məhəbbət olan yerdə məğlubiyyət olmaz. Bu Vahidin nitqi yox, bu daha çox belə göstəririkdə Vahidin iç səsidir. Vahidin iç səsidir bu. Yəni onun nitqindən eşitmirik. Altını da cavabdan çıxanda cavab qalacaq C variantı. Mənə bir onu dedi ki, material verilib. Gəldiyev çox götür-qoy etdi. Eşitdi, elədi. Anketləri roman kimi maraqlı oxudu cümləsində hansı təsvir və ifadə vasitəsi işlənmişdir? Baxın, roman kimi deyir oxudu. Deməli təşbih işlənmişdir. Hansı fikir Eyler-Venn diaqramının kəsişmə hissəsinə yazıla bilər və həmin fikrin aid olduğu obraz Rübabə Vahid komsomol iclasında onu müdafiə edir Vəzirbəyli yanlış. Layihəsini gizlincə evə aparıb üzünü köçürür. Bu Gəldiyevdir və Rübabəyə aid fikir deyil. Gəldiyevin qurbanlarından birinin olduğunu deyir. Bu da yanlışdır azca həm də. Komsomol iclasında onu müdafiə edir. Deməli cavab burada D variantı verilib. Düşünürəm ki, bu əsərin orijinalına əsaslanaraq qeyd edilib. Çünki ola bilsin ki, əsərin orijinalında Rübabənin öz yerini dəyişməsi, bunlar haqqında da Gəldiyev iclaslarda nələrsə bəyan edib və onu Rübabəni həmin vaxt müdafiə edənlər olub. Ona görə cavab D variantı göstərilir ki, komsomol iclasında onu müdafiə edir Muxtar. Yəni Muxtar həm Vahidi müdafiə edir. Bunu biz gördük əsərdə konkret, bizim oxuduğumuz hissədə. Ola bilsin ki, əsərin orijinalında Rübabə üçün də belə bir məqam var. Onu zəmanətə götürür Səttarzadə, təkcə bu Vahidə aid olan fikirdir. Hansı fikir boş xanaların heç birinə yazıla bilməz? Vahid Gəldiyev sevdiyinə qovuşmaq üçün aradakı maneəni aradan qaldırmaq istəyir. Deməli bu Gəldiyevə aid olan fikirdir. Sevdiyinə qovuşmaq üçün bu maneə Vahididir. Özünü yeni xoşbəxt həyatının qurucusu kimi görür, təkcə Vahidə aiddir. Şuşadan olduğu atasının danışığında məlum olur, Vahidə aiddir. Başqasının oğlu ilə mehriban rəftarını görəndə heyrət edir Gəldiyev. Sonda cəzasına çataraq həbs olunur. Bu heç birinə aid olan fikirdir. Deyil. Deməli Y cavabdır. Açıq kitab romanı ilə bağlı doğru olmayan fikri müəyyən edin. Bu testlərdə müəyyən qədər orijinala toxunulma da var. Yəni sırf bizim oxuduğumuz hissəyə əsaslanılmayıb. Deməli doğru olmayan fikir. Ədib həmin dövrdə Sovet cəmiyyətində gedən ictimai-siyasi prosesləri diqqətlə izləmiş, həyat həqiqətlərinə sadiq qalaraq müşahidə etdiyi müsbət cəhətləri alqışlamaqla yanaşı, mənfi meylləri satirik dillə ifşa və tənqid etmişdir. Bu fikir doğrudur. Yazıcının dövrün mənfiliklərini cəsarətlə ifşa etməsinə, problemlərin mahiyyətini açıb göstərməsinə münasibət bir mənalı olmamışdır. Yəni bu təhlildə də verilən məqamdır ki, bir mənalı olmayıb. Cavab olacaq B variantı. Digərlərini də oxuyaq. Yazıcı romanda müxtəlif xarakterə, dünya görüşünə, həyat mövqeyinə malik yadda qalan obrazlar silsiləsi yaratmışdır, doğru. Əsərdə müasir gəncliyi təmsil edən Vahid, Rübabə və onların tələbə dostlarının hər biri öz daxili aləmi, fərdi psixoloji cizgiləri, fəaliyyəti ilə diqqəti cəlb edir. Fikir doğru. Vahid başqalarını əzmək, ayaqlamaqla mənsəbə çatmaq, güzəran yaratmaq arzusuna düşənlərə, yəni Gəldiyevlərə, öz yaradıcı fəaliyyəti, qrup yaratmağa yönəlmiş, cəmiyyətə fayda verən əməlləri, mübarizədə əzmkarlığı ilə zərbə vurur. Bu da doğru fikirdir. Deməli 27-də cavab oldu B variantı. 28. Açıq kitab bədii əsərinin məzmununa əsaslanmaqla cədvəldə əsasən doğruları müəyyən edin. Vahidin məqsədi qrup yaratmaq, cəmiyyətin inkişafına nail olmaq. Bir doğrudur. Rübabənin sevgisini qazanmaq. Bu onun məqsədi deyildi və bunu əldə etmişdi Vahid. Deməli ikinci cavabdan çıxırıq uyğunluqları istəmişdi bizdən. Bəd əməl sahibləri tərəfindən iftiralara məruz qalır. Vahidin problemi bəli. Bunu biz göstərə bilərik. Yəni Gəldiyevçilərin
Gəldiyev kimilər Vahidə qarşı dayanırlar bu mübarizənin tərəfi kimi. Gəldiyevlə mübarizə bu onun problemi deyildi. Bu elə birbaşa onun mübarizəsi idi. Deməli 1, 3-ü doğru cavab kimi götürdük. Cavab C. Açıq kitab romanı ilə bağlı uyğunluğu tapın. Əsərdəki hər obraz özünə məxsus cizgiləri ilə yadda qalır. Doğrudur. Obrazların adları da əsərdə müəyyən məna kəsb edir. Bu da doğrudur. Əsərin təhlil hissəsində yazılan məqamdır. Məzmun və formaca bitkin olan romanda tənqid, ifşa, satirik ruha yer verilmək. Bu yanlışdır. Yəni bunlara yer verilmişdir. Lirik motivlər və məqamlar da var. Əlbəttə ki var. Füzulinin şeiri səsləndirilir orada. Real həyata bağlılığı ilə diqqəti cəlb edir. Bu da doğrudur. Yəni reallıqdan götürülən hadisələr məqamlar idi. Deməli uyğunluğu istədiyi üçün doğrudan doğru 1 və 2-ni götürürük. Yanlış tərəfdən də heç bir şeyi götürə bilmirik. Cavab olacaq C variantı. Uyğunsuzluğu müəyyən edin Bahar. Baharın əməyi amansızcasına istismar olunur. Bu doğrudur. Uyğunsuzluğu tapmalıyıq. Əsərdə Məşəd Abbas Baharı az da olsa anlayır. Bu yanlışdır, qabağında elə yanlış göstərilib. Bahar həyatının son anında anasını çağırır. Fikir doğrudur, amma qabağında yanlış göstərilib. Cavab C variantı. Baharın əynindəki paltarın onun qəriblər qəbirstanlığında bastırılmasında rol oynayır. Həmin paltar bəli qədək paltar idi və bu köhnə libas demək deyil. Bu fəslə uyğun olmayan nazik materiallı bir geyim idi. Fikir doğru, qabağında doğru. Baharın faciəsi fərdi yox, ümumiləşmiş faciədir. Bəli, özü kimi yəsiz, yəni tənha qalan, tək qalan uşaqların faciəsi idi ki, hansı ki onlara bu cür rəftar göstərilirdi. Mircəlalın Vətən yaraları əsərində yaralı əsgər haqqında doğru fikirləri müəyyən edin. Atılan güllələrdən biri olduğunu güman edirdi. Bəli. Bu elə əsərin əvvəlində göstərilən məqamdır. Həyat eşqi ilə yaşayır, bu da doğrudur. Yaşamaq istəyir, yaratmaq istəyir. Evə buraxıldığını anasına məktubla xəbər verir. Xeyr, məktubla xəbər verməmişdi. 3-ü çıxdıq cavablardan. Xəstənin mənəvi həyatına üstünlük verir, bəli və ömür ona görə 2 yerə ayrılmalı idi. Lətiflə eyni məktəbdə oxumuşdu. Xeyr, Lətifi ümumiyyətlə o hərbidə, cəbhədə tanış olur. Deməli 5 yanlışdır. Bizim doğru cavabımız olacaq 1, 2 və 4. Cavab B variantı. Vətən yaraları əsərində yaralı əsgər haqqında doğru fikirləri müəyyən edin. Yaralı olarkən özünə 2 həyat arzulayır. Bəli, 2 həyat arzulayır. Biri təcrübə ömrü, sonra isə təcrübədən yəni qaynaqlanan ömür idi ki, hansı ki onu daha düzgün yaşayacaqdı. Sonra ilk ömrü sınaq olduğu üçün onun qədrini biləcəyini ifadə edir. Xeyr, ikinci ömrünü, yəni qədrini biləcəyini ifadə edir. Birinci ömrü sınaq mərhələsi kimi, sınaq ömrü kimi düşünür. İkinci ömrü isə daha gözəl yaşayacaqdı, daha yaxşı onun qədrini biləcəkdi. Fikir yanlışdır. Deməli, 2-ni yanlış olaraq cavabdan çıxırıq. Lətifin arzusuna görə anası ilə bir gün qalır. Bu, Nəsrəddinin arzusu idi. Öz taytuşlarını yada salır, arzulayır, doğrudur. Gizlən qaç oynadıqlarını, hər şeyi yadına salır. Vətənini çox sevir, torpağından doymadığını ifadə edir. Bəli, deyir ki, mən nə qədər yaşasam da bu torpaqdan doymuram. Cavab A variantı. Vətən yaraları əsəri ilə bağlı yanlış fikir müəyyən edin. Həmvətənlərimiz sülh naminə bəşəriyyəti qorumaq məqsədi ilə canlarından keçmişlər. Bu doğru fikirdir. Müharibələr amansızdır, dəhşətdir. O, insanlığın düşmənidir. Bu da doğru fikirdir. Sonra əsərdə geniş müharibə səhnələri verilmişdir. Baxın, bu yanlışdır. Cavab C. Yazı qəhrəmanın dili ilə müharibənin əksini təsvir edir. Yəni müharibə olmazsa həyatın daha yaxşı olacağını göstərir. Yazıcı müvəqqəti olaraq qəhrəmanı geriyə öz doğma şəhərinə qaytarır. Bəli, düşüncələrə dalır da, əvvəlki günləri xatırlamağa başlayır. Mircəlalın Vətən yaraları əsəri ilə bağlı yanlış fikirləri müəyyən edin. Nəsrəddin yaralı əsgərin məktəb yoldaşı idi. Bu ilə doğru fikirdir. Yəni məktəb yoldaşı idi həqiqətən. Yaralı əsgərə görə geridə qoyduğu xatirələrin heç biri cəbhədə olduğu kimi şirin olmur. Bu da doğru fikirdir. Çünki o bildirir ki, deyir cəbhədəki xatirələr daha şirindir. Çünki cəbhədə təksən, tənhasan, yəni ölüm təhlükəsi ilə üz-üzəsən. Orada yaradılan, beynində sənə yəni rastına çıxan o xatirələr daha şirindir, daha da yadda qalandır. Bunu yəni müqayisəsinə yer verir. Məğlub edilməzlik hekayənin mahiyyətini təşkil edir. Belə bir məqam yox idi orada. Nəsrəddinin komandirin yanında böyük nüfuz sahibi idi. Nəsrəddin bu doğrudur, deyir hər yerə onu özü ilə birlikdə aparırdı. Yaralı əsgər Kolayır kəndindən idi. Xeyr, Kolayır kəndindən olan Lətif idi. Deməli burada yanlışlarımız olacaq 3 və 5. 3 və 5 olacaq. Ona görə də biz burada cavabı belə qeyd edirik. Doğruları seç desəydi 1, 2, 4-ü göstərə bilərdik. Amma yanlışları istədiyi üçün 3, 5. Vətən yaraları əsərində yaralı əsgərin nitqindən məlum olur ki, Lətifi universitet həyatından tanıyır. Bu Nəsrəddindir. Lətif anasına çox bənzəyir. Xeyr, təzadlı idi. Lətif daha susqun idi. Anası biraz hökümlü qadın idi. Lətif onlardan kiçik olduğu üçün hər işə gedirdi. Bəli, bu fikri biz görürük. 2 yaş deyir, kiçik idi və Lətif onlar üçün belə cəbhədə obrazlı şəkildə desək yataq yəni düzəldirdi
Və Lətif o yatağı düzəldəndə bunların əleyh qazlarını da balış kimi, yəni ora qoyurdu, başlarının altından qoysunlar deyə. Yaralardan şikayət edəndə Lətif bir ədib kimi ona təsəlli verdi. Bu aiddir Nəsrəddinə. Lətif onlara gedib yazı stolunun başında oturmasını istəyir. Bu da digərinə aid olmuş olur. Deməli, cavab oldu C variantı. Mircəlal Paşayevin seçilmiş əsərlərinə aid olan testlərin izahları da bitdi. Belə izahların daha çox olmasını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sizlərlə mən idim Aytac müəllimə. Sağ olun.